Salam, bugün biz litosfer bölməsi, dim test toplusu litosfer bölməsindən yerin planetar və geoloji inkişaf bölməsini izah edəcəyik. İlk sualımıza başlayaq. Fanerozoy eonuna aid olan geoloji eralar. İki eon var, kriptozoy və fanerozoy. Fanerozoy eonuna aiddir paleozoy, mezozoy və kaynozoy. Arxey və proterozoy eraları aiddir kriptozoy eonuna. Hansı cavabda arxey və proterozoy varsa, onları çıxmalıyıq. Doğru cavab olacaq B variantı. İkinci sual. Ant Koldriyer dağ qurşağında yerləşən vulkanlar. Doğru cavab A variantıdır. Koluma Şimali Amerikada yerləşir. Cotopaxi, yəni Koluma Koldriyer dağlarındadır. Cotopaxi və San Pedro Ant dağlarında yerləşir. Doğru cavab A variantıdır. B variantında Erebus Antarktidadır. Kosciuszko Avustraliyadadır, vulkan değil. C variantında Aconcagua Cənubi Amerikada vulkan değil. Kilimanjaro Afrikadadır. D variantında Orizaba və Shasta Şimali Amerikada vulkanlardır. Mitchell Appalaçın yüksək zirvəsidir, vulkan değil. Y variantında McKinley sönmüş vulkandır. Shasta da Şimali Amerikadadır. Tubkal Afrikada Atlas dağlarının en yüksek nöqtəsidir. Doğru cavab olur A variantı. Üçüncü sual. Wegener nəzəriyyəsinə görə ilk yaranan quru adlanır. İlk quru parçası Pangeya adlanır. Sonralar Pangeya, Lavrasiya və Gondvanaya ayrılır və s. Bu şəkildə davam edir. İlk quru parçası Pangeyadır. İnsanın əmələ gəldiyi geoloji era və dövr, insan əmələ gəlib Kaynozoy erasının antropogen dövründə, yəni 4-cü dövrdə. Doğru cavab A variantıdır. Beşinci sual. Qədim platformaların əmələ gəldiyi eralar. Platformalar, yəni sabit ərazilər, yaşına görə iki yerə bölünür. Qədim platformalar və cavan platformalar. Qədim platformalar arxey və proterozoy eralarında yaranıb. Cavan platforma isə paleozoy erasında formalaşıb. Kaynozoy və mezozoy eraları artıq platformaya aid ola bilməz. Cavabların içərisindən Kaynozoy və mezozoy eralarını çıxmaq lazımdır. Doğru cavab olacaq A variantı arxey və proterozoy. Şimali Amerikanın və Avrasiyanın şimalında çoxillik donuşluğun yarandığı era və dövr. Dördüncü dövr buzlaşması deyirlər adına da daha çox. Şimali Amerikada 40 dərəcə, təqribən 40 dərəcə şimal elindən şimalda qalan sahə, Avrasiyada isə təqribən 50 dərəcə şimal elindən yuxarıda qalan hissə, şimalda qalan hissə buzlaşmaya məruz qalıb. Bu baş verib Kaynozoy erasının 4-cü dövründə. Doğru cavab burada olacaq 6-da D variantı. 7-ci sual. Kaynozoy erasına aid olan geoloji dövrləri qədimdən cavana doğru ardıcıllığını müəyyən edin. Bizə burada Kaynozoy erası deyir. Deməli, Kaynozoy erasına aid olmayan dövrləri çıxacaq buradan. Təbaşir, Trias, bunlar Mezozoy erasına aiddir. 2 və 4 olan cavabları, hansı cavabların içərisində 2 və 4 varsa, onları birbaşa çıxa bilərik. Kaynozoy erasında qədimdən cavana doğru belə ardıcıl düzülür. Paleogen, Neogen və Antropogen. 3, 5, 1 doğru cavabdır. Y variantı doğru cavab. 8-ci sual. Fanerozoy eonuna aid deyil. Deməli, iki eon var, kriptozoy və fanerozoy. Lavrasiya və Gondvananın parçalanaraq müasir materikləri əmələ gətirməsi bu fanerozoy eonuna aiddir. Pangeyanın Lavrasiya və Gondvana qurlarına parçalanması yenə də bu da fanerozoy eonuna aiddir. Paleozoy erasında baş verib. Örtül toxumlu bitkilərin, məməlilərin, quşların yaranması bu da fanerozoy eonuna aiddir. Yəni mezozoy erasında baş verib. Y variantında Tetis okeanının parçalanması ilə Aralıq Qara, Xəzər və Aral dənizlərinin bir-birindən ayrılması bu Kaynozoy erasında baş verib. Burada D variantı, 8-ci sualda D variantı Fanerozoy eonuna aid deyil. Qədim qırışıqların, güclü vulkanizmin başlanması bu Arxey erasına aiddir. Arxey erası və Proterozoy erası hər ikisi kriptozoy eonudur. Fanerozoy eonu deyil.
Dokuzuncu sualımız Kriptozoy eonuna ait değil. Dediğimiz kimi Kriptozoy eonu arxe ve Proterozoy eralarını əhatə edir. Dəmir və polimetal filiz yataqlarının yaranması. İlk yaranan filiz faydalı qazıntılar bəli, dəmir və polimetaldır. Bu aiddir. A-nı çıxırıq. C variantında bakteriyalar və ibtidai tək-hüceyrəlilər yaranmışdır. Bu da aiddir kriptozoy eonuna, proterozoy erasındadır. Güclü vulkanizm başlanmışdır. Bu arxe erasında baş verib. Bu da kriptozoy eonuna aiddir. İki geoloji eraya bölünür. Bəli, arxe və proterozoy erasına bölünür kriptozoy eonu. Bu da doğru cavabdır. Bizə yanlış cavab lazımdır. Yanlış cavab olacaq B variantı. Örtül toxumlu bitkilər və qədim sürünənlər, bunlar mezozoy erasına aiddir. Əsasən mezozoy erası da fanerozoy eonudur. 10-cu sual. Cədvəldə verilmiş geoloji dövrlərdən hansılarının yerini dəyişsək, onların qədimdən cavana doğru düzgün sırasını müəyyən etmək olar. Biz burada baxırıq ki, Paleozoy, daha çox Paleozoy, Mezozoy və Kaynozoy erasının dövrlərini veriblər burada. Biz əgər dövrlərin sıralamasını biliriksə, qədimdən cavana doğru, yəni geoxronoloji cədvəli biliriksə, rahat tapa bilərik. Biz bilirik ki, Paleozoy erasında bu şəkildə davam edir. Kembri, Ordovik, Silur, Devon. Bax, Silur, Devon. Deməli, əvvəlcə Silur gəlməlidir, sonra Devon gəlməlidir. Elə buradan bu sıralamada 1 ilə 2-nin yeri dəyişikdir. Ardıcıllıq belə olmalıdır. Kembri, Ordovik, Silur, Devon. Silurdan sonra Devon gəlməlidir. Deməli, B variantı doğru cavabdır. 11-ci sual. Cədvəldə verilən geoloji dövrlərdən hansının yerini dəyişsək, onların cavandan qədimə doğru sırasını müəyyən etmək olar. Bu dəfə də bizdən cavandan qədimə doğru istəyir. Biz həm Kaynozoy, həm Mezozoy, həm də Paleozoy erasının dövrlərini bilirik. Məsələn, ilk olaraq mən Paleozoydan başlasam, Kembri, Ordovik, Silur, Devon. Yəni qədimdən cavana doğru belədir. Kembri, Ordovik, Silur, Devon. Deməli, Kembrinin qonşusu olmalıdır Ordovik, Silur deyil. Yəni Kembridən biraz daha cavan olan Ordovikdir, Silur deyil. Burada 4 ilə 5-in yerini dəyişməlidir. Yəni burada Ordovik dövrü Silur dövründən daha qədimdir. B variantı doğru cavabdır. 12-ci sual. Yerin geoloji inkişafına aiddir. Yerin planetar inkişafı var, bir də geoloji inkişaf var. Planetar inkişafı təqribən 6-7 milyard il əvvəl baş verib, geoloji inkişaf isə 4,5-5 milyard il əvvəl. Geoloji inkişaf nə vaxtdan başlayır? Okeanların yaranması ilə. Burada da bizə deyir ki, yerin geoloji inkişafına aiddir. Yer səthində kütləvi şəkildə lava püskürmələri bu planetar dövrə aiddir. Yerin mantiyası və nüvəsi yaranmışdır. Bu da planetar mərhələyə aiddir. Yer qabığının təbəqələri yaranmışdır. Burada baxırıq görək. 6-7 milyard il əvvəl yaranmışdır. Bu da planetar mərhələyə aiddir. İlk atmosfer əmələ gəlmişdir. İlk atmosfer e, karbon qazı və su buxarından ibarətdir. İlk atmosfer planetar mərhələdə yaranıb. Bunu da üstündən xətt çəkirik. Yer qabığının təbəqələri deyərkən qranit, çökmə və bazalt təbəqələrindən gedir söhbət. İlk yer qabığı var idi planetar mərhələdə, amma ilk yer qabığı bazaltdan ibarət idi. Yəni qranit və çökmə qat yox idi. Yer qabığı bütövləşdi. Yer qabığı, qalın və bərk yer qabığı geoloji mərhələdə əmələ gəlir. Ona görə doğru cavab C variantıdır. 13-cü sual. Kaynazoy Kaynazoya aid deyil. Pantalasın parçalanması. Pantalas okeanı Paleozoy erasında parçalanıb. Dördüncü dövr buzlaşmasının baş verməsi. Burada doğru cavab elə 13-cü sualda A variantıdır. Pantalasın parçalanması Paleozoy erasıdır. Dördüncü dövr buzlaşması Kaynazoyda baş verib. Tetis okeanının bölünməsi Mezozoy erasıdır. İki hissəyə bölünməsi.
Amma Aralıq, Xəzər, Qara dəniz kimi hövzələrin yaranması Kaynazo erasıdır. Müasir deyilsə bu Kaynazo erasına aiddir. Aralıq, Qara, Xəzər və Aral dənizlərinin bir-birindən ayrılması bu da yenə də Kaynazo erasına aiddir. Burada 4 cavab Kaynazo erasına aiddir. Sadəcə Pantalasın parçalanması Paleozo erasıdır. Doğru cavab olur A variantı. 14. Kaynazoyu Mezozoydan fərqləndirən xüsusiyyət. Vulkanizm prosesləri baş vermişdir. Vulkanizm prosesi Kaynazoy erasında da, Mezozoy erasında da baş vermiştir. İndi biz baxaq görək hansı ardıcıllıq özünü doğrultmur. Neft və təbii qaz yataqları, neft və təbii qaz yataqları Paleozoy erasından başlayaraq yaranmışdır. İlk neft qaz quyuları Paleozoy erasında yaranıb, Mezozoyda və Kaynazoyda da davam edib. Bu fərqli xüsusiyyət deyil. Üç geoloji dövrə bölünür hər ikisi. Bu da olmaz. Fanerozoy eonuna aiddir. Hər ikisi Fanerozoy eonuna aiddir. Xəzər və Aral dənizləri qapalı hövzəyə çevrilmişdir. Kaynazoy erasında dağəmələ gəlmələrlə əlaqədar olaraq Tetis okeanının parçalanıb və nəticədə Xəzər, Aral dənizləri qapalı hövzəyə, yəni gölə çevrilir. Y variantı doğrudur. Vulkanizm prosesləri də vulkanizm prosesi hələ arxey erasından başlayıb, davam edib və Kaynazoy erasında artıq müasir vulkanlar püskürüb və yaxud püskürməsi davam edir. Y variantı doğru cavabdır. 15-ci sual. Geoloji dövrlərin nisbi yaşına görə qədimdən başlayaraq ardıcıl düzülüşünü müəyyən edin. Qədimdən cavana doğru istəyir bizdən. Biz bilirik ki, 4-cü dövr ən sonda gələn geoloji dövrdür. Kembri isə Paleozoyun ən qədim dövrüdür. Paleozoy erası 6 dövrə bölünür. Bu da Kembri ilə başlayır. Yəni cavab 4 ilə başlayıb 3 ilə bitməlidir. 4 ilə başlayıb 3 ilə bitən baxaq görək hansı cavab var burada. 4 ilə başlayıb 3 ilə bitən Y variantı var. 4, 2, 1, 3. 2 Trias Mezozoy erasına aiddir. 1 Paleogen isə Kaynazoyun ən qədim dövrüdür. Y variantı doğru cavabdır. 16-cı sual. Yerin inkişafının ilk mərhələlərindən fərqli olaraq, hazırda kütləvi vulkan püskürmələrinin müşahidə olunmamasının səbəbi. Hal-hazırda deyir ki, niyə kütləvi vulkan püskürmür? Hər yerdə vulkan püskürmür. Nüvənin soyuması və maqmanın əmələ gəlməməsi, hal-hazırda da vulkan püskürən yerlər var, amma hər yerdə deyil, nüvə də soymayıb. Litosfer tavalarının hərəkətlərinin sabitləşməsi. Litosfer tavalarının sərhədləri hal-hazırda sabit deyil, geosinkronal ərazilərdir. Bunu da çıxırıq. Yer qabığının qalınlığının daha da nazikləşməsi və çatların yaranması. Əksinə olaraq, yer qabığı ilk yaranarkən sadəcə bazalt qatı vardı. Hal-hazırda qranit və çökmə qat da var. Daha da qalınlaşıb. C-ni də çıxırıq. Təbiətə antropogen təsirin güclənməsi, antropogen insanların təsiridir. Bunun vulkana heç bir aidiyyatı yoxdur. Bərk və qalın yer qabının formalaşması bu doğru cavabdır. Yer kürəsi əmələ gələrkən əvvəlcə nüvə və mantia yarandı. İlk yer qabığı da bazaltdan ibarət idi. Amma zaman keçdikcə yer qabının qalınlığının artması, qranit təbəqənin qalınlaşması artıq vulkanların hər yerdə püskürməsinə mane oldu. Y variantı doğru cavabdır. 17-ci sual. Geoloji dövrlərin yaşına görə qədimdən başlayaraq ardıcıl düzülüşünü müəyyən edin. Qədimdən yenə də cavana doğru istəyir. Burada daş kömür dövrü Paleozoy erasına aiddir. Tabaşir dövrü Mezozoy erasına aiddir. Paleogen, Neogen isə antropogen dönəminə aiddir. Deməli, qədimdən cavana doğru istəyirsə, daş kömürlə başlamalıdır. Bunlar içərisində ən cavanı Neogendir. Kaynazoy erasının Neogen dövrü. Yəni 1 ilə başlayıb 3 ilə bitməlidir. 1 ilə başlayıb 3 ilə bitən görək hansı cavabımız var? 1 ilə başlayıb 3 ilə bitən sadəcə C variantı var. Daş kömür, tabaşir, paleogen və neogen C variantı doğru cavabdır. 18-ci sual. Suxurların mütləq yaşı müəyyən edilir. Suxurların
iki cür yaşını müəyyən edirlər: mütləq yaş və nisbi yaş. Nisbi yaş suxurların yatım ardıcıllığına və daşlaşmış bitki heyvan qalıqlarına görə müəyyən olunur. Yəni A variantı ilə burada D variantını birbaşa çıxmalıyıq. Bu nisbi yaşa aiddir. Suxurlarda baş verən yerləşmə dövrünün müəyyən edilməsinə görə bu da hardasa müəyyən qədər nisbi yaş deyə bilərik. Suxur raylarının qalınlığının mütləq yaş və yaxud nisbi yaşa heç bir önəmli aidiyyəti yoxdur. Doğru cavab olacaq C variantı. Suxurların tərkibində radioaktiv elementlərin parçalanmasına görə. 19-cu sual. Kaynozoy erasında baş vermiş ən mühüm hadisələr. Pangeyanın parçalanması bu Paleozoy erasına aiddir. Bunu çıxırıq. C variantında Hersin dağ əmələ gəlməsi Paleozoy erasıdır. Bunu da çıxırıq. D variantında nəhəng sönənlərin meydana gəlməsi bu əsasən Mezozoy erasıdır. Bunu da çıxırıq. Y variantında Kimmeri dağ əmələ gəlməsi Mezozoy erasıdır. Bunu da çıxırıq. Doğru cavabımız qalır alt dağ əmələ gəlməsi, yəni müasir dağ əmələ gəlmə və buzlaşma. Sonuncu buzlaşma Kaynozoy erasının 4-cü dövründə, antropogen dövründə baş verib, təxminən 10-15 min il əvvəl. B variantı doğru cavabdır. 20-ci sualda hansı geoloji eralarda atmosferdə sərbəst oksigen daha çox olmuşdur? Biz bilirik ki, oksigen əmələ gəlməsi daha çox okeanların və bitkilərin fəaliyyəti ilə bağlıdır. Okeanlardakı yosunlar və bitkilərlə bağlıdır. Paleozoy erasından etibarən yer kürəsində bitkilərin miqdarı artdığı üçün oksigenin miqdarı da zaman-zaman artmağa başlamışdır. Mezozoy erasında örtük toxumlu bitkilərin yaranması ilə də oksigenin miqdarı daha da artmışdır. Yəni biz cavabların içərisində arxev və proterozoy eraları görürüksə, onları çıxmalıyıq. Çünki arxev və proterozoy eralarında böyük bitkilər, canlılar yaranmamışdı. Ona görə də oksigenin miqdarı daha çox ola bilməzdi. Doğru cavab olacaq burada D variantı. 21-ci sual. Kriptozoy və ya Kembriyə qədərki dövr gizli həyat çağı adlandırılır. Bunun səbəbi. Deməli, yerin geoloji inkişafı iki mərhələyə ayrılır, iki eona ayrılır: kriptozoy və fanerozoy. Kriptozoy arxev və proterozoy eralarını əhatə edir, gizli həyat adlanır. Fanerozoy, paleozoy, mezozoy və kaynozoy eralarını əhatə edir və aşkar həyat adlanır. Kriptozoyun gizli həyat adlandırılması ona görədir ki, bu dövrün suxurlarında heç bir bitki heyvan qalıqlarına rast gəlinməyib. Ona görə də buna gizli həyat deyirlər. Doğru cavab olacaq B variantı. Bu dövrün suxurlarında canlı orqanizm qalıqlarının aşkar edilməməsidir. 22-ci sual. Yerin geoloji inkişafı ilə bağlı hansı ifadələr doğru deyil? Bizdən doğru olmayan ifadələr istəyir. Üzvü mənşəli çökmə suxurlar biogen mərhələdə yaranmışdır. Yəni burada demək istəyir ki, üzvü mənşəli, xüsusilə yanacaqlar, bunlar bitki heyvan qalıqlarından yaranıb biogen mərhələdir. Yəni canlılar yaranandan sonra yaranıb. Bir doğrudur. Daha qədim suxurlarda tapılan canlı orqanizm qalıqları mürəkkəb quruluşa malikdir. Daha qədim suxurlarda tapılan canlı orqanizmlər sadə quruluşa malikdir. Çünki onurğasızlar, bakteriyalar, yosunlar bu tip canlılar olub, bunlar da mürəkkəb quruluşa malik ola bilməz. 2 səhvdir. Cavan platformaların bünövrəsi Kembriyə qədərki dövr deyil. Cavan platformaların bünövrəsi Paleozoy erasında formalaşıb. Kembriyə qədər ki, bu qədim platformalara aiddir. Bu da yanlışdır. Materik tipli yer qabı okean tipli yer qabından daha qalındır. Bəli, materik tipli yer qabında çünki qranit qat var. Bu doğrudur. Paleozoy erası iki qırışıqlıq mərhələsindən ibarətdir. Uşaqlar, bu yanlışdır. Paleozoy erası Kembri Ordovik dönəmləri Baykal dağ əmələ gəlməsidir. Silur Devon dönəmləri Kaledon dağ əmələ gəlməsidir.
Və axırıncı daş kömür permi isə Helsin dağı əmələ gəlməsidir. Yəni burada Paleozoy erası 2 yox, 3 qırışıqlıqdan ibarət olmalıdır. Baykal qırışıqlığı əsasən 2 eranı əhatə edir, bu doğrudur. Baykal qırışıqlığı Proterozoy erası və Paleozoyun əvvəlini əhatə edir. Bizə yanlışlar lazımdır. Yanlış olacağı 2, 3 və 5. A variantı doğru cavabdır. 23-cü sual. Sxemi tamamlayın. Kaynazo erası Avrasya, Şimali Amerika. Kaynazo erasına aid Şimali Amerikada və Avrasiyada dağlar müəyyən eləməliyik. Şimali Amerikada sahil sıra dağları yazıb. Avrasiyada hər hansı bir cavan dağ qoymalıyıq ora. Və digər əlamətlər istəyib bizdən. Digər əlamətlər də baxaq görək nədir. Digər əlamətlər biz baxırıq ki, 2 olan yerdə, bir olan yerdə dağ olmalıdır. Niyə? Çünki bunun qarşısında sahil sıra dağları yazılır. Deməli, 1-ə də dağ olmalıdır. 2 olan yerdə biz cavablara baxırıq ki, 2 olan yerdə ölkələrin inkişaf səviyyəsinə görə qruplaşdırıb. Şimali Amerikada sahil sıra dağları iki ölkəyə düşür, ABŞ və Kanadaya. Çünki Meksika hissədə Kordilyer dağlarına Madri deyirlər. Ona görə sahil sıra dağları ABŞ və Kanada. ABŞ və Kanada hər ikisi inkişaf etmiş ölkədir. Deməli, burada 2-nin yerinə olmalıdır inkişaf etmiş ölkə. 2-yə inkişaf etmiş ölkə olmayan cavabların üstündən xətt çəkirik. Cavab qaldı A və Y variantı. A və Y variantında baxaq görək nələr ola bilər. Y variantında baxırıq ki, ölkə olaraq Nepal var. Nepal inkişaf etmiş ölkə deyil. Deməli, Y variantı da doğru cavab ola bilməz. Yeni də çıxırıq. Doğru cavab olacaq A variantı. Bəli, dağ olaraq alt dağları cavan dağdır. İnkişaf etmiş ölkə. Buranı seçmişdik zaten. Üçüncü, Avropada Alp dağlarının da yerləşdiyi İsveçrə var, inkişaf etmiş ölkədir. Dördüncü, sahil sıra dağları. Mən dedim ki, ABŞ və Kanadada yerləşir. Dördə Kanadanı seçiblər. Doğru cavab A variantı. 24-cü sual. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Kaynazo erası və Mezo erası. Burada daha rahat gələn cavablardan biz başlaya bilərik məsələn. Trias Yura Tabaşir biz bilirik ki Mezo erasına aiddir. 2-yə B. Himalay, Pamir, Qafqaz dağları. Bunlar cavan dağlardır, qırışıq dağlardır. Kaynazo erasına aiddir. 1-ə C. Fanerozoy eonuna aiddir hər ikisi. Fanerozoy eonu deyərkən Paleozoy, Mezozoy, Kaynazoy nəzərdə tutulur. 3-ə D. Kimberi qırışıqlığı Mezozoy erasında baş vermişdir. 2-ə həm də Y. Müasir landşaftlar və insan yaranmışdır. Müasir landşaft deyirsə və insan deyirsə bu Kaynazo erası. Deməli, 1-ə AC, 2-yə BY, 3-ə D. D variantı doğru cavabdır. 25-ci sual. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Kaynazo erası və Mezo erası. Paleogen, neogen, antropogen dövrlərinə bölünür. Bu bilirik ki, Kaynazo erasına aiddir. A. Verxanska-Çelska kulunun orta yaşlı dağlardır. Yəni Mezo erasına aiddir. 2-yə B. Muradxanlı və Mollakənd neft yataqları Kür-Araz ovalığında yerləşir. Azərbaycanın yeganə neft yataqlarıdır ki, bunlar mezo yaşlı süxurlarda yaranıb. Yəni C variantı da 2-yə aid olacaq. Şimali Amerika və Avrasiyada dağlar var. Həm Şimali Amerikada, həm Avrasiyada Kaynazoy erasına və Mezoy erasının hər ikisinə aid olan dağlar var. 3-ə ortaya gedəcək bu. Dördüncü dövr buzlaşması bu Kaynazoy erasına aiddir. Cavab belə olacaq. 1-ə AY, 2-yə BC, 3-ə D. 1-ə AY, 2-yə BC, 3-ə D olan Y variantı var. Doğru cavab Y variantı.
26. Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Kaynazo erası, Mezo erası. Kimyeli dağa əmələ gəlməsi baş vermişdir. Bu Mezo erasına aiddir. 2'ye 1. Fanerozo iyonu hər ikisinin ortaq cəhətidir. 2. Tetis okeanı parçalanmışdır. Bu Kaynazo erasına aiddir. 3. Dördüncü dövr buzlaşması, bu da yenə də Kaynazo erasında baş verib. Qədim sürünənlər yaranmışdır. Qədim sürünənlər Mezo erasına aiddir. 3 geoloji dövr hər ikisi. Deməli, 1'ə 3 və 4, 2'ə 1 və 5, 3'ə 2 və 6. Y variantı doğru cavabdır. 27-ci sual. Verilən xüsusiyyətlər aid olduğu geoloji eranı müəyyən edin. Lavrasiya və Gondwana parçalanaraq müasir materiklər yarandı. Pantalas müasir okeanlara bölündü. Kordilyer dağlarının şərq hissəsi formalaşmışdır. Deməli, Kordilyer dağlarının şərq hissəsi, Qayalı dağlar, bunlar Mezo erasında formalaşıb. Eyni şəkildə Pantalas müasir okeanlara bölünüb Mezo erasında. Pantalasın sahəsinin artması və azalması bunlar aiddir Paleozo erasına. Amma müasir okeanlara bölünməsi Mezo erasıdır. Eyni şəkildə Pangeya parçalanıb Paleozo erasında. Amma Lavrasiya və Gondwana'nın parçalararaq müasir materikləri yaratması bu Mezo erasıdır. 27'de doğru cevap D variantı. 28. sual. Paleozoy və Kaynazoy erasıdır. Yenə də Venn diaqramına əsasən bunları müəyyən etməliyik. Hersin dağ əmələ gəlməsi bu Paleozoy erasıdır. 1'ə A. Himalay dağları yaranmışdır. Himalay dağları cavan qırışıq dağlardır. 2'ə B. Müasir deyilsə artıq burada Kaynazoy erasından gedəcək söhbət. Qədim dağ sistemləri Paleozoyda yaranıb. Əsasən D. Fanerozoy iyonu hər ikisinin ortaq cəhəti olacaq. Hər ikisi Fanerozoy iyonuna aiddir. 1'ə AD, 2'ə BC, 3'ə Y. 1'ə AD, 2'ə BD, 2'ə BC, 3'ə Y. B variantı doğru cavabdır. 29. sual. Paleozoy erasında baş vermiş hadisələr. Örtülü toxumlu bitkilərin yaranması bu Mezo erasına aiddir. A variantını çıxırıq. İlk bakteriyaların meydana gəlməsi Baykal qırışıqlığı. Bu daha çox Proterozoy erasına aiddir. Yosunların, bakteriyaların, onurğasızların əmələ gəlməsi Kimmeri qırışıqlığı. Deməli, yosunlar, bakteriyaların yaranması bu Kriptozoy eonunda baş verib, yəni Paleozoy erasından əvvəldir. Kimmeri dağ əmələ gəlməsi bu Mezozoy erasıdır. Bunu da çıxırıq. D variantında suda quruda yaşayanların və sürünənlərin inkişafı. Suda quruda yaşayanlar olar. Amma Tetis okeanının parçalanması var burada. Tetis okeanının parçalanması bu Kaynazoy erası olacaq. D-ni də çıxırıq. Suda quruda yaşayanların, sürünənlərin inkişafı Kaledon qırışıqlığı. Bu doğru cavabdır. Y variantı doğru cavabdır. 29'da Y. 30. sual. Kaledon qırışıqlığı və Helsin qırışıqlığı. Appalas dağları formalaşmışdır. Perm və daş kömür dövrlərində baş vermişdir. Lavrasiya və Gondwana müasir materiklər əmələ gətirmişdir. Devon və Silur dövründə baş vermişdir. Deməli, burada ilk olaraq Lavrasiya və Gondwana parçalanaraq müasir materikləri əmələ gətirmişdir. Lavrasiya və Gondwana parçalanıb Mezo erasında. Deməli, Mezozoy erası bunların heç birinə aid deyil. Həm Kaledon, həm Helsin qırışıqlığı bunlar hər ikisi Paleozoy erasında baş verib. Yəni cavabların içərisində 3 varsa birbaşa cavabları çıxmalıyıq, 3 olan cavablar. Doğru cavab qaldı. Doğru cavab qaldı A variantı. Kaledon qırışıqlığı Devon və Silur dövrlərində baş verib. Helsin qırışıqlığı 2'ye aid olacaq 2 Perm və daş kömür
dövrlərində baş vermişdir. Və 3-ə də 1. Abbalas dağları şimal hissəsi Kaledon qırışıqlığında, cənub hissəsi isə Hersin qırışıqlığında əmələ gəlib. A variantı doğru cavabdır. 31-ci sual. Bu bölmədə ən mürəkkəb suallardan sayılır. Yerin planetar inkişafının baş vermiş hadisələrin ardıcıllığının pozulduğu sıranı müəyyən edin. Biz bilirik ki, planetar mərhələdə ilkin atmosfer, ilkin yer qabığı, ilkin okeandan əvvəl əmələ gəlir. Yəni bunlar içərisində planetar mərhələ sonlanmalıdır ilkin okeanla. İlkin okeanın yaranması planetar mərhələnin sonu, geoloji mərhələnin başlanğıcıdır. Burada da bizə deyir ki, ardıcıllığın pozulduğu sıranı müəyyən edin. Birincidə qaz-toz dumanlının birləşməsi, asteroidlərin yaranması və yerin soyuq bir planet kimi formalaşması. Bir cavabı doğrudur. İkinci cavab, yerin planet kimi formalaşması. Bəli, yer bir planet kimi formalaşıb. Sonra onun daxilində maddələrin yerləşməsi, temperaturun artması baş verib, radioaktiv maddələrin parçalanması nəticəsində və ay erası, yəni kütləvi vulkan püskürməsi baş verib. Bu da doğrudur. Ay erasında ilkin atmosfer yaranıb, yəni ay erası vulkan püskürmələri dönəmidir. İlkin atmosfer yaranıb, sonra sonunda ilkin okean. Bu da doğrudur. Ay erası, ilkin yer qabığı və ilkin okean. Bəli, ay erası baş verəndən sonra bazaltdan ibarət ilkin yer qabığı yaranıb, sonra ilkin okean yaranıb. Bu da doğrudur. Beşincidə yanlış olan hissəsi hansıdır? Burada beşinci cavab yanlışdır, yəni C variantı. İlkin okean sonda olmalıdır. Ümumiyyətlə belədir bu ardıcıllıq. İlk olaraq yerin daxilində temperatur artmalıdır. Birinci bu olmalıdır. Sonra aerası baş verməlidir. Və üçüncü də olmalıydı ilkin okean. Bunların yeri dəyişik olduğu üçün sıra pozulub. C variantı doğru cavabdır. 32-ci sual. Kriptozoy və fanerozoy ionlarına aid olan xüsusiyyətləri müəyyən edin. Arxey erası yazıb burada. Qədim qırışıqların və güclü vulkanizmin başlanması. İlk vulkanizmin başlanması bu aid olacaq arxeyə. B. Paleozoy erası. İkinci Paleozoy erası deyir. Pangeya qurusu Lavrasiya və Gondwana qurulara parçalanması bu Paleozoy erasında baş verib. 2-yə D. 1-ə B, 2-yə D variantı. Baxaq görək hansılarda var. Cavabı tapmamız asanlaşsın. 1-ə B, 2-yə D. Burada biraz şeyləri qarışıq yazıblar. Proterozoy erası tək-tək onurğasızların əmələ gəlməsi bu proterozoy erasına aiddir. Mezoy Lavrasiya və Gondwananın müasir materiklərə parçalanması bu mezoy erasında olur. 1-ə B, 2-yə D, 3-ə C və 4-ə A olmalıdır. Burada da bir qruplaşdırma var fanerozoy və kriptozoy olaraq. Bunlardan kriptozoya aiddir 1 ilə 3, 1 ilə 3 birinci gəlməlidir. Diğerine aittir. Fanerozoya aittir buradan 2 ve 4. 2 ve 4. Deməli 2 və 4-ün olduğu, hər ikisinin olduğu D və Y variantı var. Amma cavablar da uyğun gəlməlidir. 2-yə D, 4-ə də A olmalıdır. Y variantı doğru cavabdır. Y variantı doğru cavab. 33-cü sual. 33-cü sual. Sxemi tamamlayın. Fanerozoy eonu yazıb. Fanerozoy eonuna aiddir. Paleozoy. Paleozoyun Kembri dönəmi var. Deməli, buradakı fiqurların önəmi var. Əgər burada bizə geoloji era yazıbsa, bu birin olduğu yerdə də geoloji era olmalıdır. Antropogen aiddir Kaynazoy erasına. Buraya yazacağıq Kaynazoy. Bu aşağıdakı düzbucaqlılar, baxaq görək nələr uyğun gəlir bura. Aşağıdakı düzbucaqlılarda dağ əmələ gəlmə və yaxud dönəmlər yazılıb. Bunlara da baxaq. Deməli, 2. 1-ə yazdıq Kaynazoy. 1-ə Kaynazoy olan
Sadəcə bir dənə cavab var. Y variantı. 2'ye paleogen yaza bilərik. Bəli, Kaynazo erasının paleogen dönəmi var. 3'e Devon yaza bilərik. Paleozo erasında da Devon var. Doğru cavab olacaq Y variantı. 34-cü sual. Yerin planetar inkişaf mərhələsində baş vermiş hadisələrin ardıcıllığının pozulduğu sıranı müəyyən edin. Planetar mərhələ okean əmələ gələnə qədərki mərhələdir. Yenə burada okeanla bitməlidir. Planetar mərhələ okeanın bitməsi ilə yekunlaşmışdır. Birincidə yenə pozulduğu sıranı deyir bizə. Ay erası, Ay erası ilkin yer qabığı və ilkin okean. Bu doğrudur, birinci variant. Yerin planet kimi formalaşması, yerin daxilində temperatur artır və ay erası, yəni kütləvi vulkan püskürməsi baş verir. Bu da doğrudur. Üçüncü sırada ay erası ilkin atmosfer və ilkin okean. Bu da doğrudur. Ay erası ilkin okean, ilkin atmosfer. Bu yanlışdır. Deməli, ay erasından sonra, kütləvi vulkan püskürməsindən sonra birinci bunu deyək, ikinci ilkin atmosfer yaranmalıdır, su buxarı və karbon qazından və sonda okean yaranmalıdır. Yəni 4 cavabı burada yanlışdır. C variantı yanlış cavab. Yəni doğru cavab daha doğrusu C variantını götürürük. 35-ci sual. Cədvələ əsasən uyğun sıraları müəyyən edin. Biz baxaq görək hansı doğru, hansı yanlışdır. Mezozoy və Kaynazoy eraları eyni sayda geoloji dövrlərə bölünür. Bu doğrudur. Hər ikisi 3 dənə dövrə bölünür. Dəmir və polimetal filizləri, qranit yataqları arxedə yaranmağa başlamışdır. Bəli, bu da doğru cavabdır. Amma burada yanlış yazıb buna. Filiz qoyuruq buna da. Yerin inkişafı bizə uyğun sıralar lazım olacaq. Deməli, yanlış deyil. Bu da doğru olmalıydı. Yerin inkişafı boyunca dəniz və quru mərhələləri bir-birini əvəz etmişdir. Bu doğrudur. Tetis okeanı Lavrasiya materikindən şimalda qalan geniş əraziləri. Tetis okeanı Lavrasiya və Gondwana materikləri arasında yerləşib. Şimalda yerləşməyib. Bu doğru deyil, bu yanlışdır. Kriptozoy eonunun suxurlarında zəngin bitki və heyvan qalıqları müəyyən edilmişdir. Belə deyil. Kriptozoy eonunun suxurlarında zəngin bitki heyvan qalıqları yoxdur. Bu Fanerozoy eonuna aiddir. Yəni bu da yanlışdır. Lavrasiya və Gondwana Paleozoy erasında parçalanaraq müasir materikləri əmələ gətirmişdir. Lavrasiya və Gondwana Paleozoy erasında deyil, Lavrasiya və Gondwana Mezozoy erasında parçalanmışdır. Deməli, burada bizə uyğun sıralar lazımdır. Uyğun sıralar bu şəkildə olacaq. Mezozoy və Kaynazoy eyni geoloji dövr, bu doğrudur, biri götürürük. Dəmir və polimetal filizləri arxedə yaranmağa başlamışdır. Burada doğru yazılmalıydı, amma yanlış yazılıb, içine atırıq. Yerin inkişafı boyunca dəniz və quru mərhələlər bir-birini əvəz etmişdir. Bu doğrudur, bunu götürürük. Tetis okeanı şimalda yerləşmir. Lavrasiyadan şimalda yerləşmir, bunu da atırıq. Kriptozoy eonunun suxurlarında zəngin bitki heyvan qalıqları müəyyən edilmişdir. Yanlışdır. Burada yanlış yazıb, ona görə bunu götürürük. Lavrasiya və Gondwana Paleozoy erasında parçalanmayıb. Buna doğru yazıb, bu yanlışdır. Deməli, burada doğru cavab olacaq. Bizim götürəcəyimiz uyğun cavab olacaq. 1, 3, 5. 1, 3, 5'i götürürük. 36-cı sual. Mezozoy qırışıqlığı ilə alt qırışıqlı zonalarının oxşar xüsusiyyətləri. Oxşar xüsusiyyətləri. Avstraliya materikində rast gəlinmir. Avstraliyada həqiqətən Mezozoy qırışıqlığına və alt qırışıqlığına aid dağlar, zonalar yoxdur. Biri götürürük. Geosinxonal inkişafının 4-cü mərhələsi. Geosinxonalın inkişafının 4-cü mərhələsi platforma mərhələsi adlanır. Yəni bu daha çox Paleozoy erası və ondan daha əvvəl əhatə edir. İçinə atırıq. Fəaliyyətdə olan vulkanlara rast gəlinir. Mezozoy erasına aid olan, məsələn, Kordilyer dağlarında fəaliyyətdə olan vulkanlar var.
Alp qırışıqlığı zonasında da bəli fəaliyyətdə olan vulkanlar var. Üçü götürürük. Şərqi Avropa düzənliyində e, Kimmeri, Alp qırışıqlığına və Kimmeriyə aid kiçik sahələr ola bilər. Lap kiçik sahələr. Amma düşünsək ki, Şərqi Avropada, Şərqi Avropada ən geniş sahə Şərqi Avropa düzənliyi qədim qırışıqlıqdır. Yəni qədim platformadır, Paleozo erasıdır. Ona görə bunu doğru cavab götürməyəcəyik. Burada doğru cavab 36-da olacaq 1 və 3. 1 və 3. Orta qırışıqlıq vilayəti bu da Mezo erasına aiddir. 37-ci sual. 37-ci sual. Yerin planetar inkişaf mərhələsi üçün səciyyəvidir. Müasir cavan dağlar yaranmışdır. Planetar mərhələ arxey və proterozoy eralarını əhatə edir. Bir doğru cavab ola bilməz. Kütləvi lava püskürmələri baş vermişdir. Bu doğrudur. İri neft və qaz yataqları bu paleozoy erasında yaranıb. Bu da planetara aid deyil. Kimmeri dağ əmələ gəlməsi planetar mərhələyə aid deyil. İlkin atmosfer yaranmışdır. Bəli. İlkin atmosfer karbon qazı və su buxarından ibarət idi. 2 və 5 doğru cavabdır. 38. Yox, 37. Yerin 37. 38-ci sual. Yerin planetar inkişaf mərhələsi üçün səciyyəvidir. Planetar inkişaf mərhələsi okean yarana qədərki mərhələdir. Materik tipli yer qabığı əmələ gəlmişdir. Bu geoloji mərhələyə aiddir. Okean əmələ gələndən sonraki mərhələyə aiddir. İri neft qaz yataqları bu da planetar mərhələyə aid deyil, geoloji mərhələyə aiddir. Yer səthinə kütləvi yağışlar yağmışdır. Bu doğrudur. Radioaktiv parçalanma nəticəsində mantiyada maddələrin əriməsi baş vermişdir. Bəli, bu doğrudur. Çünki burada kütləvi vulkan püskürmələri baş verib bu hadisə ilə. Kaledon və Hersin dağ əmələ gəlmələri, ümumiyyətlə bütün dağ əmələ gəlmələr dediyimiz Baykaldan başlayaraq Alpa qədər hamısı planetar mərhələ yox, geoloji mərhələdə baş verib. Burada doğru cavab olacaq 3 və 4. 39-cu sual. Bu da doğru və yanlış istəyir bizdən. Suxurlarda daşlaşmış bitki və heyvan qalıqlarına əsasən onların yaşadığı dövrün şəraiti müəyyən edilir. Bu nisbi yaşdır. Bəli, doğru deyə bilərik. Kriptozoy eonunda yaranan suxurların canlı orqanizm qalıqları tapılmadığı üçün bu gizli həyat adlanır. Bu da doğrudur, amma qarşısına yanlış yazıblar. 2 artırıq gedir. Suxurların tərkibində qalan quruşunun miqdarına görə onların neçə il əvvəl yarandığını təyin edilir. Bəli, bu suxurların mütləq yaşıdır. Bunu da götürürük. Nisbi yaş suxurların bir-birinə nəzərən təyin olunan yaşdır. Bəli, nisbi yaş suxurların yatım ardıcıllığına əsasən müəyyən olunur. Burada yanlış yazıb, əslində doğru olmalıdır. 4 atırıq. Suxurların mütləq yaşı onların yatım ardıcıllığına, tərkibindəki bitki heyvan qalıqlarına əsasən müəyyən edilir. Yanlışdır. Bu nisbi yaş olmalıdır. Deməli, bunu da götürürük. Burada yanlış yazıb zaten. 6. Üst qatlarda yerləşən suxurlar alt qatdakı suxurlara nisbətən daha qədim deyil, daha cavan olmalı idi. Üst qatdakı suxurlar daha cavandır. Dərinliyə getdikcə suxurların yaşı azalır. Bu yanlışdır. Burada doğru cavab olacaq, uyğun cavab olacaq 1, 3, 5. 40-cı sual. Yerin geoloji inkişafının ardıcıllığını göstərən xəritə sxemləri qədimdən cavana doğru sıralayın. Biz burada baxırıq ki, Pangeya adı var burada ikincidə. Deməli, ən qədimi budur. Pangeya. Qədimdən cavana doğru istəyir. Sonraki şəkildə Lavrasiya və Gondwana var. Bu Mezo erasına aiddir. Sonra ən cavanı isə 1 olacaq. Birdə artıq baxırıq ki, Gondwana Lavrasiyada parçalanıb müasir materiklər əmələ gəlib. Burada doğru cavab olacaq 2, 3 və 1. 2, 3, 1. 41-ci sual. Bölmənin axırıncı sualı. Geoloji eralara aid uyğunluğu müəyyən edin deyir. Kaynazoy erasına aid olacaq buradan Tetis okeanının parçalanması B.
Cavan dağların, yəni qırışıq dağların yaranması. B-C. Mezoy erasına aid olacaq burada Gondwana və Lavrasiyanın parçalanması 2-yə D. Kaledon qırışıqlığının əmələ gəlməsi. Kaledon qırışıqlığının əmələ gəlməsi bu aiddir Paleozoy erasına. Müasir okeanların əmələ gəlməsi. Müasir okeanların əmələ gəlməsi. Müasir okeanların əmələ gəlməsi bu aiddir Mezoy erasına. Mezoy erasında Pantalas okeanı parçalanıb. Deməli, buradan belə olacaq. Kaynazoy erasına BC, yəni 1-ə BC, Mezoy erasına 2-yə DY, 3-ə Paleozoy erasına Kaledon qırışıqlığı. Doğru cavab 1-ə BC, 2-yə DY, 3-ə A.